Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. May ayının 13-də səhər-səhər biraz hava oldu. Ondan sonra hava buludlaşdı, göy gürültüsü da aramsız davam edir. Arada arası heç kəsilmir. Biri bitməmiş, o biri başlayır. Görmüşdük ki, göy gürültüsü möhkəm gürüldüyar. Aradan 30 saniyə, bir dəqiqə keçər, bir də gürüldüyar. Heç dayanmır. Göygöl istiqamətində, Göygöl yox, Göydağ istiqamətində aramsız gürüldüyür. Elə qatı bulud da yoxdur. Buludlar tam qaralmayıb. Ancaq elektriklənmə çoxdur. Dünən yox, sırağa gün gecə elə gürülüyürdü ki, divarlar titriyirdi. Şərq tərəfdən gəlirdi gürültü, Ordubad şəhəri tərəfdən. Bu dəfəki gürültü yerini dəyişib, keçib qərb tərəf. Hələ saat 7-nin yarısıdır, axşam düşməyinə 1 saat da var. Hava qaraldı. Nənələrimiz deyirdi ki, elə bir ziri köhnədir. Ziri sözü yəqin qaranlıq deməkdir. Zirzəmi stəkanın altına qoyulan şeyə zir deyirdilər. Zirzəmi də padval. Qaranlıq olduğuna görə ziri eyniləşdirdim qaranlığına. Göydə ağ buludların fonunda qara-qara xəttlər də var. Onlar yağışdılar. Süzülürlər, yerə keçirlər. Möhkəm də bir ildırım çaxdı. Bir dənə də. Çax görək. Bu tərəfə düşməz. Durmuşam cəviz ağacının dibinə. Biraz keçim o tərəfə. Videoda vurub öldürməsin. Buludlar qəribə hal aldı. Ağ tablonun üstünə qara mürəkkəb atdılar. İldırım var, xəttə ildırım. Şaxələnmiş. Kürə formasında Şarovaya Molniya oxumuşdum. Detskaya ensiklopediya kitabı var. Sovet vaxtı çap olunub 10 cilt. Peçin bazasından düşür içəri, evdə qaçır ora-bura. Şəkildə də vardı ki, evin sahibi ildırım topunun üstünə nəsə atıb onu bükmək istəyir. Biz gördüklərimizə inanaq. Xətti, şaxələnmiş. Bir dənəsi lap kəskin idi. Bam bam bam. Videomuzda eşidiləcək ki, aramsız olduğunu dedim. Bir saniyədə arası kəsilmir. Bu tərəfdə göydür, bu tərəfdə də bulud var. Burada sakitçilikdir. İldırım da yox, göydə gürüldamır. Biraz müşahidə edək, vaxtımız var, hələ qaranlıq düşməyib. Görək bu səsin, küyün, ildırımların sonu nə olacaq? Bizim sonumuzu gətirməsin. Dağda ildırım tez-tez düşür. Sırağa günkü yağıntılı havada bəlkə 20 yerə ildırım düşüb, təxmin edirəm. Çünki elə gürüldüyürdü, xətt uzanırdı, gelirdi, üfüqdə yerə qədər sallanırdı. Mən dedikcə səsini də qaldırır bu.
Şövqünün səsi gəlir. Deyəsən ildırım düşdü yan. Nəsə toyuq səsi də gəlir. Ola bilsin tülkü toyuq aparır. İt toyuğu da alır, nədirsə. Şövqü elə həyəcanlandı ki, məni də həyəcan sardı. Buludlar bir-birə sıxlaşdıqca ildırımın sürəti də artır, səs-küy də artmağa başladı. May ayının 13'ü, may da yar oldu. Aprel ayı bütün yağıntılı geçti. Bir ya 2 gün günü gördük. Ondan sonra gün girdi tuvala. Cəfərov oradasan, niyə qışqırırdın? Birdən-birə niyə qışqırdın? Yıldırım vurdu elə bildim səni. Çox sağ ol, sən necəsən? Bu havadan gözün nə su içir? Necə olacaq bu havanın sonu? İnşallah yaxşı olacaq, yağmaq istəyir. Yağının əsl vaxtı. Yağıb canımız qızmadı. O tərəf isti istəyir, arı isti istəyir. Yağmasa bilə boş gələcək tiliyə gəlməyəcək. Bilə bir yaxını gedib oradan alıb gətirər. Nə vaxt çıxacaq qış paltarın? Görürsən bu şura təlimdədir. Sən bir ikisini azaltmışsın. Qıram da gətirmişim. Həsən texnikanı gətirə bildi. Hə, Əziyyət çəkməyib. Lafeti nəyə qoşub aparmışdın Nəsir Roza? lafeti dışlara aparmışdım. Verərdim maşında aparardıq. Lafeti ağırdı da, çətin. Eş çox idi, yol maşını yerləşmək. Qutardın Nəsir Rozdan işi? Yox, hələ qalır. Nicat müəllim, hələ qalır. Deyəsən yağacaq. Tək-tək düşür, dolu yoxşuyur. Şövqü çayın suyu o qədər artmayıb. Adın hala dağa bir o qədər yağmadı da, elə buralara biraz istəyir. Heç buraya da səndən yağmadı. Deyirlər dağda da o qədər qar qalmayıb. Həsən deyir ki, Əhli çayında qar elə dağın zirvələrində qalıb. Ən çox qar Nəsir Roz dağlarındadır. Mesela el o dağda vardı, o Hasan getdiyi yer güneydi. Güneye getdi. Həsən yaxşı çiriş yığıb gətiribdi. 2 kilo aldıq, xitəb elədi. Kimə lazımdır? 2 meşoxda deyir var. Quzqul ağısında naxıra gedəndə mən yığmışdım. Bir kəvəri çatmırdı da. Hasan tam buraya, yoxsa çirkin yanında kəvərdi. Ha, bilmir. 2 gündə istələdi biraz. Görürsən sarıqaya yaşıllaşdı. Həyatda ot dişməli olub. Qəşəng yağaya, qəşəng yağa. Da yağıb yağmayın, qəşəng yağa. Necə deyirsən deyək yaxsın da. Allah'ın işini çıxar. Ha, bulud gəlib daha geri qaytarmayacaq ki. İnşallah ya. Ha, bax. Nəsir Bəzə yağar buraya yağmaz. Yox, tökdü başımıza yəni. Yemişən çiçəkli. Buradan yemişmanı sırf Bitkilərdə nə yığdın? Çaşır, arğalı çaşırır. Onlar normal yığmışam. Evdə yemək üçün yığmışam. Satmağa nəzərdə tutursan da bir 5-6 balon. Olsa satacaq, olmasa da ki. Sonra nə oldu? Mən çoban kirmidi yığmışam, arğalı yığmışam. Şirini dağla çıxıb ki. Dolu da qartdaşır. Bir həftə bundan əvvəl yığmışdım. Bir bənzər verəm də sevdim. Belli etə mən yığmışam. 1 kiloluq çoban kirmidi verirəm, 3 kiloluq çaşır ver. Onu yığmaq çətindir, nazikdir bir-bir. Ha, onu mən 1 kilo vereyim, sən 3 kilo çaşır. Kiloluk elə 2 daha qoysaq yesin. Çaşırı da mən bir dəfə yeyəcəm, sənə nə var?
Pampas çaşı. Armalı çaşıdır. Ne bu çaşının yanına yamak koyuyorlar. Ne bileyim dağ geçiyor. Öyle inan. Ne kaçtık bize. Yox, getdi. Bayaqda xəbərdarlıq eləyir, gəlirəm bizdə zarafat sahildir. Keşliyə bir bulut dalğası idi, səfdi getdi dağa tərəf. Şövqün maşını burada yoxdur. Həsən aparıb həyətlərinə. Təkərini dəyişib Jiguli təkəri salıblar. Bu birlər qalıb küçədə. Yıldırımlar, qayaların pələngi, rastlanacaq sənsiz sənət üzəngi. Şövqün kartofları vərrənmə vaxtına çatıb. Deyəsən elə bir ikisini də vərriyib. İşçiləri vurub, suyu ötürüb içsinlər, xiyarlar da çıxıb 2 qanad olub. Bir dolu gəlməsin. Dolu bir bəladır. Yağış nə qədər yağır, yağsın. 1998-ci ildə may ayının 20-sində gecə yatdıq, səhər durduq ki 30 santim qarmış. Hələ mayın 13-üdür. Kartoflar bundan da bir qarış gündürüydü. Ot bitirməli idi. Mayın istisi yerdə qar saxlayar. Tezdən hava açıldı. Axşama qədər qar qalmadı, əridi. Həmin ili meyvə də bol oldu, ot da bol oldu. Arıdan inkişaf elədi. Yağış bizə neyəcək? Gedək gəzintiyə. Burada balaca bir örtü var. Yağış yağanda, qoyunu gözləyəndə bu örtüdə oturub həm söhbət edib, həm də davarı gözləyirdik. Kuzu, davar, mal. Qoyun axır gözlədiyimiz adamların heç biri yoxdur. Hamı getdi, qaldıq tək. Qələmigilin qapısının üstündə, nalın içində bir göz, 3 buzaq, içində göz 666. Masonların işarəsidir. Mason. Yağış azaldı, gedək bağımıza. 3 saniyədən sonra şiddətli bir gürültü olacaq. İldırımı gördüm. 1. Bəzi otlar adam boydadır. Eşək turpları bir həftə bundan əvvəl yeməli idi. İndi səhləyib, qartlaşıb. Otların arasından da getmir olmur. Adamın paltarının istidadır. Gedib gəldikcə bir cığalaşmışıq. Ancaq yol kənarındakı otları da biçilməlidir. Bugün elə bir iş görə bilməmişəm. Məni gözləyən şum hələ ki
çəkilməyib baxlar burada. Allah yumuşaqdır, pilək. Demək olar ki, işin yarısını görmüşəm burada. Xiyardır, badımcandır, biberdir, pomidor əkilib, yermaş əkilib. İşçilərimizi dolu vurmasa, hamısı sapa-sağlam, qurt da yoxdur. Dana dişi deyilən mənfur bir dənə həşərat var. Əkirsən hər şey qaydasında, sabah gəlib görürsən ki, işçilərin hamısını torpağın altında kəsib. Kəlbətin kimi dişləri var, sıxır, zədəliyir, işçilər oradan bükülür, qırılır, düşür. Onun da dərmanı var idi. Bir 57'dir, nədir, apteka gedəndə ondan soruşurduq, Baytar aptekini. 100 qram ya 200 qram çəkib verirdi ümumi bir qabdan. Gətirib kəpəyi suyla isladırdıq, bundan da səpirdi üstünə. Saat 11'də 12'də suvarırdıq, dərmanı da verirdik suyla. Biraz keçirdi, isti düşürdü, gün vuran kimi dana dişilər boğulurdu, nədirsə torpağın altından çıxırlar üzə. Vedrəni qoyurduq şərdinin yaxınlığına, çıxdıqda yığırdıq. Çünki qarğalar aparanda bir daha görmüşdüm. Qarğa yerdi, zəhərlənmiş dana dişilər qarğanı da zəhərləyirdi. Hamısını toplayıb aparıb yandırırdıq. Bir-iki dəfə elələnmişik, indi də dərmanlayanlar var. Son zamanlar bizim bağa çox uğramırlar. Həyətin bir küncünə, bir neçə küncünə çoxlu peyin tökürəm. Gedib peyinlikdə başlarını qatırlar. Çox qüvvətli qolları var. Başını soxub torpağa, metro qazan avadanlıq var. Onun kimi qollarını sıxır kənara, torpağı sıxışdırır. Tunellə gedir. Həmin tuneldə də süfrə qoyur. Yer beləyəndə o süfrə qoyduğu yuvaları çox tapmışıq. Əzirik tuneli. İstəyirik ki, içəridə istilik var. Qızışma o istiliyin hesabınadır ki, balalar çıxır. Biri bəlkə 100 dənə, 500 dənə süfrə qoyur. Bir dənəsi də yaymır əgər münbit yerə düşübsə. Dana dişi yox idi TV kəndində. 80-ci illərdə kartof gətirirlər. Rusiyanın başqa bölgələrindən, Krasnodardan, oradan, buradan. Setkada maşınlarla gəzirdilər, məhlə-məhlə satırdılar. Amma ondan aldı, süfrələri deyəsən, o kartofla gəldi. O gələn qardaşdır gəliblər. Heç yerə də getmirlər. Dinarətlərin bir hissəsini dırmıqladım ki, aparaq ataq inəklərə. İnəklər də çöldə çox otlayırlar, bu otlara yiyəli eləmirlər. Bir qismi də necə bişmişəm. Yağış yığır, gün qurudur, belə-belə yapışıb yerə küflənəcək. Ota mən tələsmişəm. İyun ayında bitirdik bağı. Nə vaxt bişsə yağış yağır. Hava quraq olanda qonşularımızdan Ətlas xala deyir ki, bir bağı biş görək axı. İndiyə qədər görməmişik ki, bu bağı biçilə, otu quru-quru daşına dama. Babamın dövründən də həmişə ot burada düşüb yağış. Hava haqqında məlumata düz baxmırıq, otu bitirik, sonra deyirik bizim bağımızın başında nə var, qara buludlar buradan əski olmur. Quşların da səs kəsilib. Diqqətlə fikir verəndə görürük ki, bizdə Azərbaycanda olan quş növlərinin çoxu var. Çoxunda tanımırıq. Dünənki videoda var idi, boynu iki tərəfdən ağ. Yorumda yazmışlar ki, qumrudur, heç qumrunun nə olduğunu bilmirəm. Görsəm də bilmirdim ki, o quş bu quşdur, yoxsa bu quş o quşdur.
Qara toyuğun növləri var. Sil qara toyuq, oxuyan qara toyuq. Arı quşlarının çox növü var. Əsasən böyük arı quşu bizə, təsərrüfatımıza çox ziyan vurur. Üstündə yaşıl cizgiləri var. Bülbüllərin çox növü var. Sərçə məşhur quşdur, şəhlikdir, kəndə gəlməzlər. Şanavipeyt yağış dələn bizimlə bircə yaşayarlar. Qara toyuq var. Əgər qara toyuqdursa, niyə onun qara növü var, tili var. Bülbülün neçə növü var. Sarı bülbül, vətən bağı, al-əlvandır. Yox üstündə, o xarı bülbülmüş. Mən sarı bülbülə gətirmək istədim. Vətən bağı da Cənubi Azərbaycanda salınmış bağ idi. Qarabağdan adı indi yadımdan çıxıb, Şaha kəniz aparırlar. Ya hansısa xana cənub tərəfdə. Çox bir keyf imiş. Könlü açılsın deyə Qarabağ bölgəsində nə qədər bitki var, heyvan var, hamısını gətirirlər o bağa. Xarı bülbül də gətirib əşirlər, ancaq qalmır. Ona görə elə o şeiri yazır həmin kəniz. Vətən bağı al-əlvandır, yox üstündə xarı bülbül. Adı da vətən bağıymış. Yağış şiddətlə yağmır. Başımdakı papağı belə istada bilməyib. Ancaq dünənki yağış şiddətli idi. TV Nəsrvaz yolu qurumuşdu dünənki yağışdan sonra. Elə bil ki, fevralın son günlərindəki havadır. Qar əriyib, yol löhmə, keçilməsi mümkünsüzə yaxın bir şey. Dünən də yenə video gəzintidə peyvas vurdığım tutun qırmanın dibinə gedib onun sındığını görəndə çox həyəcanlanmışdım. Səhərə qədər fikrim qalıb onun yanında. Bintinə bağlamışam, bugün baxmamışam. Soğanlar da gözümüzün qarşısında böyüyəcək. Tərxunlar da, nanələr, yarpızlar. Quşlar ötməyə başladı. Onlar da yağışdan çəkinib gizlənmişdilər. İki dənə fərqli səs. Eyni quşda iki cür səs çıxardır, yoxsa fərqli quşlardır. Alətlərim tuta söykənib pas atdılar. Pas atdısa qılınçqında, özün qıvrıl sıyrılanda. Mən dəli dağ sıyrımında, qala mənsiz, mən qalasız, qala mənsiz. Dağlar çətin, qala mənsiz.
Biraz yağış yağdı, hava sakitlədi. İnsan kimi hava da dolur deyəsən. Ağlayıb sakitləşirsən, hava da göz yaşları tökdü, sakitləşdi. Bağımızdan bu qədər videonu sonlandırmıram. Gedim görək Marsla Ares nə edir. Qırdığım peyvaz quruma yox.